Salam, adım İzzət, soyadım Ağa, 27 yaşım var. İsmayıllı rayonu Könüdaxar kəndində doğulub, böyüyüb, başa çatmışam. 8 ildir ki, artıq satış sahəsində işləyirəm. İşlədiyim dönəm ərzində İsmayıllı sakinlərinin Azərlatariyaya ən əfsusda Superkinoya olan marağını gördüm. Mən də şansımı yoxlamaq qərarına gəldim və Oba marketə yaxınlaşaraq təsadüfi seçilmiş rəqəmlərlə bir neçə Superkino tirajlı loteriyasını əldə etdim və təşəkkür edirəm. Əldə etdikdən sonra oynadım. Bu loteriyaların içərisindən bir ədədi 100.000 AZM böyük mükafatı qazanmış olduğumu gördüm. Mən buna inanmadım, çünki çox alırdı, deyirdim, yəqin bunu da bir zarafat edir. Sonra evə gəlməsini istədim ki, gəl evə görüm, həqiqətən də belədir. Çoxdandır söz vermişdim ki, Zeynəbə avtomobil alacağam və bu uduşu udandan sonra Zeynəbə məlumat vermədən getdim, avtomobili aldım. Həmçinin bununla yanaşı Superkino'nun mənə yaşatdığı bu sevinç, bu məbləğ mənə həm də ona yol açdı ki, kredit götürmədən hal-hazırda evimin həm təmiri, həm də əlavəsini 2 həftədir ki, artıq başlamışam. Loteriya oynayanlara tövsiyəm odur ki, inamlı olsunlar. Bu oyunlara bir gəlir mənbəyi kimi yox, sadəcə hobbi kimi, maraq kimi, oyun kimi baxsınlar və inamlı olaraq davam eləsinlər. Nə vaxtsa onlar da mənim kimi ən azı minimum 100.000 manatı qazana bilər və yaxud daha artığını da qazana bilər. Son sözüm də odur ki, bəxtinizə inanın və şansınızı sınayın.